Hər vaxtınız xeyir. Azərbaycan Dəmir Yollarının Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar biletlərinin satışına başlaması böyük marağa səbəb olubdur. Yüksək istifadəçi axını səbəbindən Azərbaycan Dəmir Yollarının rəsmi saytı müvəqqəti olaraq virtual növbə sisteminə keçibdir. Saytda yerləşdirilən bildirişdə qeyd olunub ki, platformaya eyni anda daxil olan istifadəçilərin sayını tənzimləmək məqsədi ilə məhdudiyyət tətbiq edilir. Bəzi məqamlarda istifadəçilərin sayta girişi üçün gözləmə müddəti 12 dəqiqəyə qədər uzanıbdır. Bu arada Azərbaycan Dəmir Yollarının açıqlamasına görə Bakı-Tbilisi-Bakı qatarına qısa müddət ərzində artıq 1000-dən çox bilet satılıbdır. Belə ki, Bakı istiqamətində 400-dən çox, Tbilisidən isə 500-dən artıq bilet alınıbdır. Sərnişinlərin artan marağı nəzərə alınaraq Bakıdan hərəkət edəcək ilk reysə hətta əlavə vaqon qoşulması barədə də qərar qəbul edilibdir. Ən çox verilən suallardan biri də baqajla bağlı idi və beləliklə Bakı-Tbilisi-Bakı qatarı ilə səyahət edəcək sərnişinlər üçün baqaj qaydaları da açıqlanıbdır. Bildirilir ki, Komfort və Komfort Plus siniflərində səfər edən sərnişinlər çəkisi 23 kiloqramdan artıq olmayan bir ədəd baqajı ödənişsiz daşıya bilərlər. Lüks sinifində isə pulsuz baqaj limiti 30 kiloqram müəyyən olunub. Kiçik əl yüklərinin daşınmasına görə isə əlavə ödəniş tələb edilmir. Eyni zamanda qatlanan uşaq arabalarının da pulsuz daşınmasına icazə verilir. Komfort Plus kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını açıq vəziyyətdə də daşıya bilərlər. Qeyd edim ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarı mayın 25-dən fəaliyyətə başlayacaqdır və ilk qatar 25-i gecə Tbilisi istiqamətində yola düşəcək.